Gəlin bugün Səfəvi dövlətinə aid bir neçə test izahına baxaq. İkinci suala nəzər yetirək. Səfəvi dövlətinin 16-cı əsrin ikinci yarısına tarixinə aid deyil. A variantı Osmanlı dövləti ilə müharibə aparılması. Biz bilirik ki, 16-cı əsrin ikinci yarısında hakimiyyətdə 1578-1587-ci illərdə hakimiyyətə gəlib Məhəmməd Xudabəndə. Onun dövründə 2-ci Səfəvi Osmanlı müharibəsi başlayır və 1590-cı ildə Şah 1. Abbasın dövründə İstanbul sülh müqaviləsi imzalanmasını bitir. Yəni A variantını götürmək olar. B variantı Şah 1. Abbas tərəfindən idarə edilməsi. Şah 1. Abbas hakimiyyətə gəlib 1587-1629-cu ilə qədər, yəni 16-cı əsrin ikinci yarısına düşdüyünə görə B variantını da silirik. Osmanlı dövləti ilə İstanbul sülhünün imzalanması. Bayaq da qeyd etdiyim kimi 2-ci Səfəvi Osmanlı müharibəsi başlayır Məhəmməd Xudabəndənin dövründə, bitir Şah 1. Abbasın dövründə, yəni 1590-cı ildə İstanbul sülhünün imzalanması ilə. Yəni C variantına götürmürük, D variantına baxırıq. Paytaxtın İsfahandan köçürülməsi. Biz bilirik ki, Səfəvi dövlətinin 3 paytaxtı olub: Təbriz, Qəzvin, İsfahan. Təbriz şəhəri ilk paytaxtı 1501, Təbrizdən Qəzvinə köçürülüb 1555-ci ildə Təhmasibin dövründə, 1-ci Təhmasibin. Qəzvindən İsfahana köçürülüb 1-ci Şah Abbasın dövründə, yəni 1598-ci ildə. Bunu götürə bilmərik. Nəyə görə? Çünki yazıb ki, İsfahandan. Çünki sonuncu paytaxt İsfahan olduğuna görə İsfahandan köçürülməyib heç bir yerə. Ona görə variant D variantı.